Nəyə diqqət yetirmək lazımdır? Diqqətlə baxın. Üstündə xətt var. Eyni xətt bunun üzərində də var. Yəni onu uyğunlaşdırmaq lazımdır. Bu qaydada. Üzərinə nasatka taxılır. 2 ədəd nasatka ilə gəlir. Nasatkanın birini açıram, digəri də onun eyni şeydir. Bu nasatkaların içində distilli su olmalıdır. Çıxardırsınız üstündə olan nakleykanı. Distilli suyu doldurursunuz, yenidən bunun nakleykasını vurursunuz və taxırsınız bunun üzərinə. Bu qaydada taxılır. Cihazın istifadəsi çox sadədir. Üzərində olan nasatkanı hal-hazırda çıxartdığım üçün no check yazır. Çünki artıq bilir ki, üzərində nasatka yoxdur. Bu cihazın ümumiyyətlə istifadəsi sırf həkimlər tərəfindən yerinə yetirilir. Yəni texniki olaraq bizim bunun üzərində görə biləcəyimiz bir şey yoxdur, qeyri-adi. Qeyd elədiyim kimi nasatkalı taxmadığım üçün no check yazılır. Nasatkanı taxdığımız təqdirdə nasatkanın atış sayı göstərilir. Yəni taxın, baxın. Artıq o bildi ki, nasatka üzərindədir və atış sayını göstərir. Atış sayı bitdiyi təqdirdə nasatkanı yeniləmək məcburiyyətində qalırsınız.